Daha 2 gün bu tapşırığın üstündəyik. Nə deyirsiniz tapşırıqda? Bir funksiya yaz ki, orada deyir şeydir, ədəd qəbul edəsin, true qaytarsın. Cütdürsə true, təkdirsə false. Nümunəni də verib. Deyir ki, bax, funksiyanın adı budur. Qaytarsın deyəndə print olmasa da olar da, çap edəsin demir ki. İndi mən burada if-lə yazmalıyam. Necə yazıram? Belə bir şey var. True if ternary də. True. Sonra True if şərtimiz nədir? A. not a böl 2. Belə yazaq. Else faizlə. A bölünsün ki, əgər cütdürsə, biz cüt olduğunu yoxlayan funksiyaya çıxardırıq da, düzdür? Else false. Cütdürsə 0 olacaq. 0-ı false-dır. False-u true-ya çevirirəm. True-nun nəticəsi də buradadır. Burada Else false. bunun üçün başa düşmədim. Bunu da mən saxlamaq üçün belə deyirəm. A bərabərdir. Ya da A yazmıyorum. X bərabərdir. Is Evan. Is Evan. 10. Int. X-in içərisinə düşdü də nəticə. Nə düşdü? Pro. Sonra bunu dəyişirəm edirəm. 13. Nə düşdü? False. X-a düşür, mən də X-i çap edirəm. Niyə görə X-a düşür? Çünki return-ə vermişik bura. Və görsün nə qısa yazılmışdı. Bu birinci. Bunu mən aldım kommentariyə. Yəni bunu eləyə bilməsəz, çətin funksiyaların başını buraxmayın. Çünki ən sadə şeylərdir. Başa düşürəm, eləyə bilmirsən, otur üstündə 6 saat eləyəcəksən. Öyle görüb qaçırsansa heç vaxt eləyəməyəcəksən. Bu belə. Birincisi. Dönəm. Bir yazaq bu, bir dəftər. Sonra 2-də şey istəyir, yetkin uşaq. Bura yazmayaq, aləm deyəcək. 1. 3 olsun. Nə deyir? 18-dən böyütülsə yetkin, 18-dən aşağısı uşaq. Yenə eyni şey eləyə bilərəm. Hansı adı nə olacaq? Check age, check age. Check age. Və bunun içərisində A olsun, fərqi yox. Return birbaşa. Return. Adult və ya yetkin. Dırnaqda yazsın bu şey. If A böyükdür, bərabərdir 18. Else child. Yenə mən bunu nəyəsə mənimsədim. Hər dəfə X-lə deyək ki, onsuz da kommentari alıram. X check age yazıram məsələn 20. Print X Yetkin. gördük bunda.
Eyni şey çıxartdı. Listə element əlavə edən funksiya. Adı nə olacaq? Add item. O bizdən bir dənə list istəyəcək, bir dənə də element əlavə edəcək. Prosta yoxlama eləmək lazımdır da. Yoxlama eləmək lazımdır. Belə bir şey yazaq da if b is a b is deyəndə in deyəcək, not not in. Əgər içərisində yoxdursa return nə qaytarır bizə? Niyə bunun sakitçisi idi? Bilmirsiniz, bunları keçməmişik. Append şey Kömək eləyən yoxduğuna görə deyirəm. Fatih'in könlüm yətə səs çıxmış. Yoxdursa belləsin, bəs varsa neynəsin? varsa elə anın özünü çıxartsınlar. Return al. Onu bu formada elədi, onsuz da A-nın içinə əlavə olundu da. Yenə də gəlirəm burada. Bu mənim listim. Bu da ötürmək istədiyim. X bərabərdir. Şimdi bu X oldu neyse. Print. Bu X. Həmin listi qaytardı. Üç var. Ərtizanla görənliyinlə onu return edirik. Onun əvvəlki vəziyyəti budur. Bu element listə yox idi. Onu biz belə eləməli deyildik də. Səhvimiz odur. Append eləyəndən sonra A-nı biz çağırmalıyıq. Hazırlandı burada. Burada da return'ə verək. Bundan anlamayacaq. Kodun işləməyinə də baxmaq lazımdır. Gördünüz. Bəli. Düzgün versiya budur. Kim bir damcı belə fərq, bir belə hərf belə fərq yazıbsa, necə var mən yazmışam, bax mən özüm eləyirəm. İminli mənim yazdığım kimi təzədən bir eşitib atacaq. İndi
İndi yox. Gəlin Hə. neçə qədər? 4. 4-ə baxaq. İndeksə görə element silən. Remove item. Def. Remove item. İçərisinə yenə bir dənə dəyişən. Bir dənə dəyişən, bir dənə list, bir dənə də o listdən silmək istədiyimiz indeks. Kimsə danışır. Remove item. Əlinə yazıram. If. List verilib. Nə senaryolar var? List verib içində 3 element var, amma 10-cu elementi silmək istəyir. Olmaz. Mən bunu nətər ayırd edeyim? Nətər ayırd edə bilərəm? Mən popla eləmişəm. Eləyərsən, amma birinci yoxla. Bu uzunluqdan çox rəqəm istəyir, bəlkə sənə zarafat edir. Len A böyükdürsə B-dən. 3 element var. Deyək ki, bu da maksimum yaza bilər 2. Çünki 0, 1, 2. Maksimum 2 yaza bilər. 3 sözünü yaza bilməz. Düzdür. Bu şərt ödənirsə, onda neyniyək? Elvin. Onda şeydir, A, pop, B. B-ni sildik. So remove A. Remove A. Return A. Return A. Hə, düzdür. Return A. Çünki yuxarıda orada eləsək nam verə bilər də. Else. Else nə çıxardaq? Return. Köhnə versiyası elə belə adi A. Removsuz. Return A-nı Popsuz. çıxartsan. İkisinə də return yazım görürsünüz. Yəni bu belə olmalıdır. Bu başqa yox. Prosta bir dənə sözlə çıxardaq da orada. Listə nə yazaq? Şey yazaq, deməli uzunluqdan çoxdur da belə bir şey. Düz yazım. Və düz oldu. Len A, hə. Şimdi baxaq. Nə deyir? Remove item bərabərdir. Remove item içərisinə bir dənə list atıram. Yəni standart list yazdım 5. Print x-a görə nə düşür? Sayda element var. Listin özündə return eləmiş. Cavab budur. Mənə deyir 4 sayda. Mən deyəndə burada 4 yenə problemdir. Mənə bura bir dənə -1 ataq ki, qoy belə düzgün işləsin. Əslində 4 element var, sadəcə onun keçməməsi üçün. Ya da belə yaza bilərdik. Burada belə elə 2 10 az rəqəm yaza bilərsiz. Belə bir şey yazın ki, daha düzgün çıxartsın da. Yəni 4-dən az yaza bilərəm. 3. Yaxşı, bu silib mən bunu yenə bildirməliyəm də. Siləndən sonra return-dən əvvəl print
seçdiyiniz yox, belə yazaq. Listlər F-string lazımdır, bax. B nömrəli B Eləmə tələb olundu. B B nə yazaq? İndeksində olan silindi. Yazdı, silindi. İndi belə bir sual verim sizə. Y bərabərdir. Dostlar, bunu tuta bilmirik də, bu getdir. Bunu eləmək üçün biz belə eləməliydik. Nəticə nə olacaq? Aşağısındakında bu buradakı nəticə nə olacaq? Nə çıxacaq ekrana? Ümumi kodlar göstərir. şey 1 3 4 Nəyə görə? çünki birinci elementi sildi də 0 1-dirsə 2 1-dir. 0 1 0-dırsa 2 birinci elementdir. Nəticə nə olacaq deyirsən? 1 3 4. Səncə? Orada 2 tane x var. Birindən az, şöyle birindən az. Elə bir aya gedən raketlə danışıyoruz. Səsi birindən az. Necə müəllim? Səsi birindən az. O birisindən çıxdım indi oldu. Nəticəni deyim. Baxa bilərəm bir də printə. Bu şey də ola bilər. Ola bilsə list 2-dən qəbul 1 edirsən. 4. Ama 2'den niye print var? Print kız 1 3 4 qalar. Sonra təzədən yerə birinciyin çıxar. 1 Yəni? 3 olacaq 1 4. Fatimə sən dinlə. 1 3 4 düşünürəm. Hələ sən də buradasansa denən. Baxıram bir dənə aşağı düşürdük. Bir 3. Amma mən səhv dedim. Bütün elementi 1 2 3 qalacaq. Ondan sonra 2 3. Yox 1 3 Necə qalacaq. 1 3. 1 Necə? 3. Mən 1 3 deməndə səhv saymışam 1 3. Cavabım 1 3. 0 1 2 3. 2 3. Bir 3 deyənə düzlədək. Görürlər bəli. Çünki mən bu funksiyanın düyməsini 2 dəfə basıram. Birini burada basıram, birini də burada basıram. Bu funksiyanın bu listin taleyini 2 dəfə müdaxilə edirəm. Bunu silsəm, tutaq ki, nə qədər mən bunu run eləsəm, elə bir düyməni bir dəfə basmış oluram. Prosta
Yeni düyməni basıram. Heç bir şey olmur. Yox, yəni bunlar burada olanda da belə. Bu proses bir dəfə olur. Yəni bu cür işləyəndə görürsən ki, ikinci dəfə eyni kodu ikinci dəfə işlədim. Lap olsun 3. Tutaq ki, bu olsun 2, eyni şeylər yaz. Bu da olsun 2. Eyni şeydir. Bax, bu kodla bu kod eyni şeydir. Birində X-in içində olur bu list. Birində olur bir dənə biraz böyük list. Amma əsl listimizdə 4 element var. Burada oldu 3, burada oldu 2. Aydındır hamıya. Bəli. Find max yaratmaq lazımdır. Bu necə yaradaq? İçərisinə bir list düşəcək. Öncü kimi yadındadır. Mən yadımdadır. Yazacağıq ki, demək max A bərabərdir. Demək A-nın sıfırıncı Max A? indeksinə. Max A yox, maksimumdan istifadə eləmədiniz. Nə yazaq ora? Maksimumdan istifadə eləmək olmaz. Bir də bütün max list yazırdıq müəllim, hələ yadımda qalıb. Yəni ona kimi demək istəyirəm. Max nam Maxla. bərabərdir nəyə? A listin sıfırıncı indeksinə. Hı. A0. Sonra Daha sonra yazırdıq ki if Hı. demək A böyükdürsə max namdan A böyüksə, A-nın içində list var. Məsələn 1, 2, 3, 4. Ona tərəf böyükdür. ya A'nın listi, A'nın indeksləri. A yazaq, A nə yazaq? Belə yazmalı deyirəm bəlkə. Forma. Hə, bir forma yad bilmədim. Range. Nə qədər döndürəcəm mən? Nə qədər? Elə A listin özün yazaq. A yazsam. A məsəl üçün içində 20 dənə element olan bir listi. Range-nə başa düşəcək. Range-nə biləcək ki, bu neçədir. Range-ə rəqəm lazımdır. Sən ona şey verirsən, list verirsən. Mən görünüz yazmışam bəs. Hı? Mən nətər yazmışam? List yazmışam müəllim. Ha, A verməmişəm, mən list yazmışam. Yazmışam ki for i in list. List. Bəli. Listin özünü də yaza bilər də range-siz. Bir-bir götürüb versin. List deyəndə ki, A. Onsuz A özü list demək deyil. Neyinir? A onsuz da list deməkdir də. Yəni, O listin özünü bir-bir elementlərdən verəcək də. I. Sonra if yazırıq. A-nın demək sıfırıncı elementi, indeksi. yox, niyə ki? If max nam böyük kiçikdirsə nədən? I böyükdür bərabər. I böyükdür yazmışam. Max nam. Yox, sən o bax yenə əzbərçiləyirsiniz. Bax mən dünən o qədər 6 saat danışdım, dedim əzbərçiləyəm. Burada mənə kömək edin ki, mən bilim ki, böyükdürsə yazaq. qoymaq lazımdır. Hə. I yazaq. Elementlər bir-birinə gələr. İyi element düşür də. Məsələn 1, 2, 3, 4, 5 düşdü. Hə, kiçikdirsə neyiniyim, böyüksə neyiniyim? Əgər kiçikdirsə, demək təzədən yenə yoxlamalıdır. Kiçikdirsə neyiniyim? Maksimum kiçikdirsə, yenə təzədən yoxlayır, o birisi elementi götürür. Hə, yəni nə? Nə yazım bu? Yəni təzə şərt ödənəndə də max-dan bərabər olacaq A-nın listin həmin Sözlə deyirsən, mənə kodla de, kod. Kod lazımdır mənə. yazmışam ki, şərt ödənsə max-dan bərabərdir i. Şərt ödənsə hansı şərt? Yəni əgər kiçik olsa, demək ki, həmin i-miz böyük imiş.
Yazmışam demə. Desən bura bax, ekrana bax danış. Sən hansısa bir layihə işləyəndə götürüb dəftərə baxıb işləməyəsən ki, sən başa düşsən onsuz da ekranda oxuyursan onu. Sonra könül, sonra. Şərt ödənəndə print eləyir max number. Ödənməsə hər dəfəsinə gedir o birisi elementləri Print götürür. lazım deyil. Printi niyə edirik biz? Return yenə var, qarışdırsam onlar. Return maximum. Yox. Bəli. Səhv var bu kodda. Bəs müəllim print nə vaxt yazacağıq? Hı? Bəs print niyə yazmadı? Print də yaza bilərik də. Harda yazaq printi? Nə çıxartmaq istəyirsən? Nədir məqsəd? Mən max number'ı. Return-ü yenə Onsuz da print maksimuma düşəcək də, şeyə düşəcək də. Mən gəlib burada yazsam. Niyə belə qəliz gəlir sizə? Deyirəm ki, x-a funksiya çalışdır və nəticəsi gəlib düşsün. Find. Bu sizə niyə belə qəliz gəlir ki, belə əndrabadi bir şey kimi görürsünüz bunu? Nədir ki? Oyuncaq deyə bu. X-a gəlib düşür də həmişə. Return-dən düşür də x-a. Biz demədik ki, bu return nədir? Çölə qoyduğum boş qabdır. Aparatın içindən keçib düşür boş qabın içərisinə. Return o işi görür. Onda mən həmin bu x-a qoyuram. Orada x-i çıxardım. Görüm x-dən nə düşdü x-in içinə. X. Bu nədir ki, siz bunu başa düşmürsünüz? Çətindir. Bir. Adıma çətindir. Xeyr. Nə tək qalanda eləyə bilmişsiniz bunu? For keçməmişəm sizə, if keçməmişəm. Müəllim, mən orasını açışmıram. Mən bütün yönə bilmirəm, print yazsam, return yazsam, orasını qarışdırıram. Funksiyanın return-ü mütləq olmalıdır. Belə bir aparatım var, çıxışı yoxdur. Məhsul çalsan içərisində nəsə olur, çölə çıxmır. Mən adətən return-ü yenə print-lə yazıram. Aşağıda da elə funksiyanın adını yazıram. Çıxır. Ərici bunu öyrəşdirin. Buna real layihədə bu cür istifadə olunur. Nəyəsə mənimsədirsən. Nəyəsə sən deyirsən ki, tutaq ki, ən böyük rəqəm. Bunun return-ü düşəcək bu dəyişənin içərisinə. Ən böyük rəqəm. Gördünüz? Bunu öyrəşdiniz. Əvvəlcə print-ə yox. Print-ə yaza bilərsən. Burada bir dənə də print ver. Print. List. List hansıydı? A listi. Maksimumda. Oradakı ən böyük rəqəm. Yine bir. Yani səndən asılı, amma return olmalıdır. Return funksiyonu apartırlar. Aydın oldu. Ən böyük rəqəm. Mən bunu elədim ki, indi burada buna ehtiyac yoxdur. Bunu silirəm, bunu silirəm. Belə vururam. Avtomatik burada çıxır. Funksiyanın içində görmüşəm o şey. Amma bunun nəticəsi return-ü bunu mən heç nədə saxlaya bilmədim.
Belə gəldi, göründü, çıxdı getdi. Usta onun başına hadisə gəldi də buradan 67-ni bizə maksimum olaraq verdi. Mən sizə belə sual verim. Yazıram print mötərizədə maksimum yazsam nəticə nə olacaq? Find max nə idi? Find max nə olacaq? Və niyə olacaq? Bu verməməlidir deyəsən nəsə. Niyə səbəb? Nə hesab eləmək istəyirəm, Elvin? Maksimumı prosta Maksimum harda yaradılıb? yaradılmayıb. Bildim. Yaradılmayıb yoxsa yaradılıb? Yuxarıda defin içində yaradılıb. Yəni hansı funksiyanın içərisində? Find num'ın. Find max'ın. Find max. Mənə çöldə əl çatanda bu. Find max'ın əvvəlindən max'la bərabərdir. Find max yazsaq, sonra print max'la olsa elə verərlər. Hara yazsaq? 59-cu sətirdə max'la bərabərdir yazsaq. Onda Maxla nəyə bərabərdir? 59-cu sətirdə yazsaq, max'la bərabərdir find max'a. Elə olar da. Find max-a bərabər. Find max funksiyadır, Fatimə. Elə yox. Necə? O şeydir, maksimumı bərabərləşdirmək lazımdır find max'ın içində. 59-cu sətirdə. Buna Onun bərabər. əvvəlində. Onun əvvəlində yazsaq, max'la bərabərdir find max belə. Maxla. Verəcək də onun içərisinə düşür də. Mən də onu dedim də, elə olanda ancaq verir. Belə olsa, çünki təzədən burada da yaratsan maxla. Yaradırsan. Bununla əlaqəsi yoxdur heç. Sadəcə burada həmin şeyi yaradıbsan, istifadə edirsən, return-ə verirsən, return-lə də tutubsan. Nəyə tutubsan, bura düşür onun nəticəsi. Return budur. Bunu mən maksimum istəsəm yazaram ki, nə bilim, orta rəqəm, nə istəsəm yaza bilərəm. Bu mənim yaratdığım dəyişən, çöldəki dəyişəndir, bu içəridəki dəyişən. Belə də olar. Altda nə deyir? Lens. Len funksiyasını yaratda deyir. Mən onu kopyalamadım ki. Mənə heç cür çatmadı ki, bunlar sizə niyə çətin gəlir. Mən çünki hələ də şokdayam yəni. O cür çətin şeylər edibsiz, gəlibsiz, oyuncaqda erişibsiz. Yəni heç cür başa düşmədim. Yenəsin sözün uzunluğunu qəbul eləyəcək. Baxaq görək. Funksiya string qəbul etsin və neçə simvol olduğunu qaytarsın. String qəbul eləsin. String qəbul eləsin. Deməli mən bura ancaq string ötürməliyəm. String olduğunu yoxlayan funksiya. String. Yoxlamağa ehtiyac var, yoxsa yox? Məncə yoxdur. Mən şeylə yazdım, lenlə yazdım elə. Bura belə bir şey yazaq da. A bərabərdir. Sıfırı A. Girişdə elə bir dənə bunu stringə çevirək. Özünə mənimsədək. Yəni stringə çevrilsin ki, ondan sonra işləyək. O daha ağırlıdır. Tərsinə len edibsən. Yox da, onda len funksiyası nə mənası oldu? Sən özün yaratmalısan len. Məsələn, düşdü ora Python. Məsələn, yaradıram say bərabərdir 0. Say bərabərdir 0.
Onun üstündə mən for-la gəzə bilirəm də. For i in a. Hər dəfə döngüyə girəndə say. Çünki o simvollar qədər gəlib döngüdə fırlanacaq da içində. Say nə edirəm? Bir dənə artır. Plus Sonra return say və çöldə də say yaradıram. Atmə metodu. Say get lens. Buradan məsələn yazdım ki 4 dənə A. Görək hara düşdü, nə oldu? print eləməmişik aşağıda. Hə, print eləməmişik. Print say 4. Bir dənə silirəm. 3 məsəl üçün rəqəm yazsam. Integer 8. Rəqəm hərf qarışığı. Nədir? İşte. Sintaksis error. Niyə? Çünki bunu biz stringə çevirmişik. Ümumiyyətlə bu yazılış səhvdir də. Belə bir şey yoxdur. Əgər belə bir şey yazılsa string formasında yazmalıyıq. Rəqəm yazanda heç o qəbul elədi. Çünki bilir ki, bu rəqəmdir. Sən bunu rəqəm daxilsən. Ona stringə çevirdi. Amma sən rəqəm hərf 1 yazanda qarışdırır. Deyir ki, bu nədir? Rəqəmdir, stringdir, nədir? Bunu da başa düşdük. Hələ sizə onu deyim ki, məncə mən də o deyil. Siz belə baxırsınız ki, wow kodlardır. Wow da deyiblər. Yəni, orta səviyyədir. Mənim yazdığım da belə möcüzəvi kod deyil. Ən sadə şeylər yazmışam. Məsələ oldu. Nə deyir? Faktorial hesablasın. Faktorial adlı bir funksiya. Belə yoxlayıram. Deyirəm, məsələn, x bərabərdir. Eğer bir şey var, yox. F faktorial a məsələn yazacaq onu 5, 10, 15. Əvvəla a-nı birinci biz çevirək. Integer string yaza bilər. Integer vəziyyətini çevir. Sonra işləyəcəm. Mənfi yazsa işləməməlidir. Mənfi rəqəmlərin faktorialı hesablanır. Kim bilir faktorial mövzusunu? Heç sıfırın da hesablanmır. 0 məsələn mənfi 5-in faktorialı neçədir? Mənfi 100. Mən 0 da hesablarım. Onda hamısı hesablansa ehtiyac yoxdur. Şərt əzada ehtiyac yoxdur. Sonra bir dənə yaradırıq. Nə? Yaradaq. N bərabərdir 1. Dedi 5. 5 dəfə dönməlidir. For i in range A qədər dönsün. Hər dəfə dönəndə də Yox, məncə şeydir. 1 a plus 1. Ha, mən də elə yazmışam. A bu olsun. A Çünki plus 1 sıfır niyə ki? olanda, sıfır olanda şeydir. Məsəl üçün o a-nın yerinə 5 qoysaq o 0 olur. 0 da nəyə vursaq 0 olur. Faktorial olmur. Hə, baxaq da Müəllim yoxdur. 0 hesablanmır axı. 1-dən 7-yə kimi hesablanır. Return bir dənə səbirli olun. Return nə return etməliyim? N. N bərabərdir. Faktorial Faktorial 5. 5. Orada verməyəcəksin. Bir dənə baxın.
For i. Bu 2 nöqtəni qoymamısınız. Bir dəqiqə buna 5. Burada nə qoşan qoymamışam. 4 0. 4 0 nədir? Burada da Axı var. sıfırdan başlayır döngü. Bir dəqiqə. Faktorialda sıfır. 0 verməlidir əslində. Sıfır verəcək. Orada hər dəfə sıfıra vurur. Hı -hı. O 77-ci sətirdə A-nı yəni yazmalısınız ki, 1 rəqəm üzərinə 1. Yəni 1-dən başlasın və hər dəfə o rəqəmin üzərinə, yəni A-nın üzərinə hər dəfə 1 gələ-gələ hesablasın. Ayın O range bir yazısı dəfə ayın. yox. Da i olmalıdır. I. I Hı. ilə yoxlayım bir dənə. Sıfır verəcək. Deməli ilk 1-dir. Burada 1-dən 5-ə Orada qədər rəqəm düşür. vergül. O da 1-dən 5-ə qədər rəqəm düşür və eni hər dəfə sıfıra məsələn 0. 1-dən 5-ə düşmür də, 0-dan 5-ə düşür. sıfırdan başlayır. Hə. 0-dan başlayır. Bəli, bəli. Ona görə 1 yazmalısınız. 0-dan başlayır və sonuçta burada 0-ı hər dəfədən nəticə 0 olduğuna görə götürüb şeydir də. 0-ı neçəyə sıfır, ona hər dəfə də 0 alır. Onun da üstünə şey Onun gəlir. üzərinə 1 gəlin. Ki hər dəfə üzərinə 1 4 gələ-gələ. hesablayır. Çünki 4 hesablayıb 4-ün faktorialdır o. A üstə gəl 1. Burada Bəli. niyə? Çünki Hər 4 dəfə üzərinə 1 gələ-gələ vursun da. Elə siz nə tər faktorial 5 yazmısınız. 1-dən 5-ə 5 O sayı məsələ aydın. Yəni özü daxil olmadığına görə düz 120. Bir də bu faktorial bu fail gedir. Məsələn mən şey yazmışam, find faktorial. O fail Faktorial prosta burada nümunədə elə deyə bilməli yaratma eynisin. Faktorial yazmaq olar. Elə daha da yaxşıdır. Bəzən istisnalar var da belə sözlər, məsələn maksimum, nam. Belə şeylər də olar. Elə biraz da şey bildirir, amma birbaşa yəni əşya adı vermək falan məntiqsizdir. Burada hardasa başa düşürsən ki, faktorial tapmaq lazımdır. Yenə də feil yazsan daha yaxşıdır. Daha dəqiq olur. Sonra cüt ədəd olduğunu saysın. Neçə cüt ədəd var? mən eləyə bilmədiyim 8 Onu mən də eləyə bilməmişəm. Çox sadə. Çox sadə. Dev funksiyanın adı nədir? Count even. Mən eləmişəm axı. Count even. İşləyəndən sonra atarsınız bura. Görək nə işləyibsiz. Count even. Deməli, nəyə kömək edibsən? Eləyən biri olaraq kömək elə çünki. 8-ci sualda müəllim. Hə. Öz yazdığa baxma, ekrana bax. Əzbərçi istəmə. Məndə tapşırıq özüm yazmışam bir dəqiqə baxım bir də suala. Cüt rəqəmlər sahib verəcəksən ki, 5 dənə cüt rəqəm var. Listi yazmışdı. Daha sonra demək listi yazdım. Sonra da bir dəqiqə suala bir baxım. Listin istədiyi olmadığını saysın. Hə, listi müəllim demək, bir dənə də başqa list yaratdım. Sonra o cütləri atdım o listə. Siz eləmişdiniz bir dəfə, ondan yadımda qaldı. Sonra da oradakı listin içindəkilərin saysın. Len list 1 yazmışam. Olar, o da olar, amma belə indi mənim yazdığıma bax.
count funksiyası varsa işimiz gəlizləşdi. Amma prosta yoxlamaq üçün edirəm də. Hə, mən indi aydın oldu. Hə, bildim. Orada mən count'u yazmamışam, qanunlamasını eyni yazmışam. Bir dənə count'u 0 edib üstünə gəlməmişəm. Ona görə sayı ala bilməmişəm də. Rahat görək 1, 2, 3 dənə. Elə bil mən yazanda cavab şey çıxmışdı. 2, 4, 6. Prosta sayını tapmamışdım. O sayı da şeydir. Nəysə mənimsədirik sıfıra. Sonra həmin o mənimsətdiyimizin üstünə o şey gəlirik. Yəni count 0-dan başlayır, sən ona hər dəfə şərtini ödəndə bir dənə artırırsan. Ona oradan say tapdı. Hə. Mən də lenlə əlləşirdim. 7, 8. Mən hələ çatmadı bu count. Bir də baxım o. Çox Niyə bir gözəl. dəfə, hər dəfə niyə bir dəfə gəlik? Bax, bu çox gözəl, bir də çox real bir şeydir, üsuldur bu arada. Hər dəfə bir artırmırsan. Ancaq i-nin içərisinə cüt rəqəm düşəndə artırırsan. Bu nə zaman true olur? I qalıq 0 olanda. Not onu true'a çevirir və count'u artırırsan. Məsələn, təsəvvür et də bu bir dəfə 1 oldu. 2 olanda bura ödənir, count olur 1. Deməli, sayımız 1'dir. Gəldi buna baxdı, bu ödənmədi, bu ödənəndə təzədən girdi bura, count'u bir dənə artırdı, elədi 2. Mən həmişə deyim, kodları oxuyun, analiz edin, tərcümə edin. 6 olanda da hər dəfə cüt rəqəm olanda girib count'u artırıb gedir. Axırda da count'un yekun rəqəm, forun döngüsü. Yəni cavab 3 dənə true'dur da, yəni. Bildim. Continue ilə eləmək də olar. Tək rəqəmlər görməməzlikdən gəlsin, cütlər tapanda list atsın yeni yaratdığımız. O da bir variantdır, amma ən belə deyim də gözəl yolu budur. Bilmək istəyirsən. Çünki sən onu sənə desə ki, onu cütləri ayrı mənə ver, o sən deyən onda gözəl üsuldur. Burada sənə deyir ki, mənə bir dənə list ver, oradakı sayısını versin. Sən onu sayıb verirsən. Nəticəni deyir. Sən təzə bir list yaradırsan. O da bir yaddaşda bir yer tutacaq. Nə həngamı. Bu kodları sizə atacam desəm yalan var. Çünki siz onu əvvəla özünüz yazmağa çalışacaqsınız. Mənim yazdığım eynisini. Yazan məsəl YouTube'dan baxıb birə-bir yazacaqsınız, analiz edəcəksiniz, başa düşməyə çalışacaqsınız. Ki birinci gün artıq normal dərslərimizə davam edeyim. 9-da nə deyir? İki ədədin yerini dəyişən funksiya yaz. Nə çətin funksiyadır. Adı nədir? Bunu şey nədir? Unpacking-dən eləmək olar. A, B. 2 dənə ədəd verəcək buna. A. A-nın qiymətini B-yə, B-nin A-ya. A, B bərabərdir B unpacking. Yəni deyirsən ki, A-nın qiyməti bu olacaq, B-nin qiyməti də bu olacaq. Return AB. A, B. Bu nə deməkdir? Bax, belə yazıram. Bu nə deməkdir? Return axı birdən şey qaytara bilir. Bu şeydir də, elə bil aynən B-yi BA elədik, yəni yerini dəyişdirdik. Yox, sən return-ə bir dənə şey qaytara bilərsən. Yəni sən deyə bilməzsən, mənə X-i qaytar, Y-i ayrı-ayrı şeyləri qaytar. Return-dən bir dənə çıxışı var. Məhsul bir dənə şey çıxır. Yəni məhsul çıxır sənin aparatundan. Biz burada 2 dənə demişik. Bu nə deməkdir? O dəyişən kimi qələmə verib ona görə. Sizə bir şey göstərim. A bərabərdir 2, 3. A-nın data tipi nədir? Şeydir də bu. Tuple. Bu da tuple. Yəni belə yazmışam. Deyirsən ki, belə bir tuple return elə. Yeni şey. Çox adam elə bir ki, həm A-nı return edəm, həm də B-ni yox. Bunları tuple kimi sən bir dənə elə bir tuple yığıb qaytarırsan. Desəm ki, məsəl üçün X bərabərdir swap məsələn 1, 2, A-ya 1 verdim, B-yə də 2 verdim. Sonra print X 2, 1 olacaq. Print X
2, 1. Amma hansı formada gəldi x mənə düşdü. Tapıldı. Type x deyək. Əgər inanmırsınızsa, bu da sübutu type x. Deyək ki, alınmış kommentari. Bizə deyir ki, x-in tipi, x nədir ümumiyyətlə? Bu funksiyanın çıxışından düşən şeyi tuturuq. Mənimsətmişik. Demişik, bu funksiyanın düyməsini basıram. Oradan nə çıxsa gəlsə sənə, onu götür. Bunun da çıxışına nə düşür? AB. AB birinci unpacking olur, yəni yerləri dəyişir qiymətdən, sonra gəlib düşür. Bu da hansı formada düşür? Belə düşür. Çünki tapıldı da o. Belə düşdüyünə görə vergüllə verəndə tap olaraq düşür. Bura düşür nə? 2, 1. Sən onun tipinə baxanda deyir ki, tapıldı. Yox, özünə baxmaq istəyirsənsə, sənə tapıldı formasında, amma içindəkiləri göstər. 9. Onda nə deyir? Element axtaran funksiya. Element varsa tapıldı, yoxdursa tapılmadı. Bu da çox çətindir ya, öz aramızda. Adı nədir funksiyanın? Search. Search funksiyası yarat deyir. Dev. Search. Buna listə vermək lazımdır, yoxsa görək. Listə vermək lazımdır. A listimiz olsun, B də şey. İndi yaxşı. Deyirəm if return verək, yoxsa yox. Belə bir şey yazaq. Return. Tapıldı falan. Found if ya da tapıldı if. Tapıldı. If B in A else Not tapılmadı. return'a gəlib düşəcək. Gör nə çətin kod yazdıq. Yenə x-ə mənimsədirəm. Search. Bu listin, bu da element. Print. Burada da yaza bilərdik. Return'ün. Burası heç də saxlamamışıq da. Return'ə verib, bu return'ü biz x anıtırıq. Print. X. Deməli, bunu şey deyək, swap. Şey deyək. Nə deyir? Tapıldı. 5. Tapılmadı. Deyin ki, biz belə yazmışıq. Else ilə yazmışam. Nəylə? If else. Yo, mən elə yazmışam, amma şeydə yox da, result. Belə yazmamışam. Mən printdə yazmışam, amma belə yazmışam. Eyni koddur. Böyle şeydə yazmamışam. Return'da yazmamışam. Return, əvvəlcə return'u öyrəşdirin. Çünki funksiyası return yazmayanda böyle gələcəkdə sizə problem yaradacaq. Evet. Yox, bax, siz bilirsiniz necə, o yük məsələsi kimi də 30 kilo yüklü, siz onu belə gözünüzdə 190 kilo. Burada heç bir çətin bir şey yoxdur. Bunu keçmişəm də sizə. Mən sizə dünən dedim ki, gedin baxın buna. Ternar aparat, 3-də operatorlar. If'in qısa yazılışı. Bunu vermişəm return'a, qutardı getdi. Unpacking keçməmişəm. A-nın qiymətini B-nin qiymətinə dəyişmək. Burada return AB. Bu funksiyanı sağlam. Hamısında da bu metoddan istifadə eləmişəm. Qısa şey eləmişəm. X-ə funksiyanı çalışdırıb demişəm ki, return-ün X-ə gəlmişsin. Sonra print eləmişəm. Bu arada burada da eləyə bilərsiniz də. Məsəl üçün bax bunu eyni şeyi printin içərisinə atın.
Bunu silirəm. Ya da buranı silmə adiyetimi. Mənimsətmə məsələn. Belə. Belə deyirəm burada. Mən belə eləmişdim. Mesela Returnsüz print olsun ama return de olsun. Deyil yok. İkisi de olsun. İkisi de olsun. İkisi de olsun. Ben hiç problemim yoktu. Yani bunları bilməyə gördünüz ki, mənim yazdığım kodlarda heç birində belə qeyri-adi bir şey görməz. Popdur, printdir, keçmişəm. Return keçmişəm. If-else keçmişəm. Nə bilim, olsun max-nam məsələsi, for döngə saldıq buradan. Nədir ki, siz bunu edə bilmirsiniz? Faktorial edibsiz. Belə. En güzel yazışlar bu cüzdür. Ben bir dənə prosta burada siz bunun funksiyon içində daha yaxşı olar. Bunu değişik. Print say. Mesela buraya print say yazsanız ve işləyir bu sefer. Hem de print eləsin də. Printə görə biz təzədən dəyişən yaradırıq. İkisindən də istifadə edirik. Nereye burada? Bunu bəlkə bu funksiya hissəsini bəzisini dəyişdim. Bunu axıra qədər mənə lazım deyil, gəlib buranı oxuyasınız. Mən sizə bunu seçməmişəm. Mənə o lazım deyil. Mənə lazımdır. Mənə lazımdır hara qədər. Class args default. Bax bura qədər də buraya. Args class-a qədər deyəsən demişdim də sizə. Bura qədər olan qayda qanunları oxuyun. Bunların işləmək. Göz globaldır. Görsən x yalnız funksiyada yaşamalıdır. Belə şeylər mənə lazım. Biləsiz ki, biz davam edək. Argument, parameter. Orada məsələn if-in sadə yazılışını yazmışam. 2 dənə return var burada, amma siz return ternary operator istifadə etsiniz, bir dənə return olacaq, bir dənə return yazırsınız. Buradakı kimi belə halda yazdırsam. Buradan. Amma mən if else yazsaydım, if-in də içərisinə return yazmalıyam ayrı, else-in içərisinə yazmalıyam. Belə. Qayda qanunları var da, Python'un qayda qanunları var. Mən qayda qanunla işləyirəm. Nə deyə bilərik? Halbuki bu qayda qanunlar ən asan Python'dadır, yəni. O birisi proqramlaşdırmalarda bunları görsəz bu kodları bir həftə özünüzə gələ bilməz. Bunların hamısını oxuyursun, başa düşürsən, amma get PHP-də bax buna, C# da bax, C++-da bax. Sonra Python-a gecə-gündüz şükürəcəksən. Yəni, çətini görmürsən, asanın qədrini bilmirsən. Belə, acı reallıq. Bu nə çətindir ki? Belə. Bunları hamı yazar bir nəfər kimi. Necə yazmışam elə də birə-bir. Eynisini göndərərsiniz. O da bir şeydir. Deməyin ki, mən müəllimə baxıb yazmışam. O da bir şeydir. Çat-GPT-dən 1000 dəfə yaxşıdır. Ən azından öyrəşəcəksiniz. Sonra yenə tapşırıq atacağım sizə. Bu tipdə amma fərqli. Onlar da işləyərsiniz. Amma bunun kimi işləyərsiniz də. Bu stillə gedərsiniz. Daha özünüzdən Amerika kəşf eləməyin.
return'ü falan qaydasında, hər şey qaydasında. For'dan çox istifadə edirəm mən. Bu belə. Sənə bir şeyin orada neçə dəfə olduğunu soruşursa, və yaxud da nəsə bir hadisənin neçə dəfə təkrarlandığını soruşursa, fora salırsan, onun içərisində if yazırsan və count artırırsan. Ahalilə return. Belə. Sual var.